Bu gün sizinlə biberiye otunun istifadəsi haqqında və saça tətbiqi haqqında danışmaq istəyirəm. Yadınızdadırsa, bundan əvvəlki vloglarımda sizə biberiyədən necə istifadə olunur, ətraflı bölüşəcəyim haqqında məlumat vermişdim. Ən önəmli nüanslardan biri, biberiye otunu qaynadacağınız qab mütləq şəkildə köhnə bir qab olmalıdır ki, çünki sonradan biberiyənin rəngi həmin qaba çıxır və nə qədər yusaz da artıq qabdan getmir. Yəni əvvəldən hər bir şey detallı şəkildə deməyə çalışıram ki, sonradan problem yaşamayasınız. Bir də mən içərisinə əlavə mıxec atdım. Düşünəcəksiniz, mıxa ilə əlaqə? Mıxa saçların dibini möhkəmləndirir. Buna görə düşündüm ki, hazır qaynamağa qoymuşkən bundan da əlavə edim. Altını zəif odda yandırırsınız. Sadəcə qaynamağa başlayandan sonra qapağını da örtürsünüz və altını təkrar söndürüb dəmlənməyə qoyursunuz. Dəmləndən sonra süzürsünüz və bir qabda 3-4 gün saxlayırsınız və ondan sonra saçlara, saç diblərinə normal maskanı necə tətbiq edirsinizsə, bunu da həmçinin o şəkildə tətbiq edib əlinizlə saç diblərinə yedirsiniz. Bunu istəsəniz səhərdən axşama və ya axşamdan səhərə qədər eləyə bilərsiniz. Həminlə deyə bilərəm ki, saçları 100% uzadır. Tətbiq etdikdən bir neçə ay sonra isə ətraflı sizinlə də nəticəsini bölüşəcəm.